Salam əziz şagirdlər və valideynlər. Bugün sizinlə birlikdə ingilis dilindən to be fe'lini gəlin keçək. To be fe'li ingilis dilindən Azərbaycan dilinə tərcümədə olmaq deməkdir. Lakin biz onu cümlə qurduğumuz zaman to be-dən istifadə eləyəndə onu Azərbaycan dilinə olmaq kimi tərcümə eləmirik. Şəxs sonluqları kimi tərcümə eləyirik. Necə ki bizdə Azərbaycan dilində şəxs sonluqları var, bax onlar kimi tərcümə olunur. To be-nin indiki zamanda da 3 forması var. Biz indi bu indiki zamanda olan formalarını öyrənəcəyik. Birinci forması am, ikinci is, üçüncü isə are. Gəlin baxaq indi görək hansı şəxslə hansı to be-ni işlətməliyik. Am bir dənə A ilə işlənir. Dəqiqə. I am. Is isə he, she, itlə işlənir. He, she, itlə is işlənir. We, you, Z ilə isə are işlənir. Gəlin indi bunlara aid bir neçə dənə cümlə quraq. Məsələn, I am a teacher. I am a teacher. Mən müəlliməm. Mən müəlliməm. Baxın, mən, məndir. Müəllim burada müəllim. Görürsünüz, bu müəllim də bu teacher'imizdir. Buradakı bax, bu deməkdir. Mən müəlliməm. Yəni şəxs sonluğumuzdur. Şəxs sonluğu kimi tərcümə olunur. Xəbərlik şəkilçisi kimi. Sonra you are a teacher. Sən müəllimsən. He is a teacher. O müəllimdir. She is a teacher. Qadın cinsində o müəllimdir. Iti işlədik. It is a cat. It is a cat. O pişikdir. Sonra keçəyin cəm vəziyyətində işlətməyə. We are teachers. You are teachers. They are teachers. Bir dəqiqə. Deməli, we are teachers, biz müəllimlərik. You are teachers, siz müəllimlərsiniz. They are teachers, onlar müəllimlərdir. İndi uşaqlar deyə bilərsiniz ki, ay müəllim, yaxşı, şəxslərlə bu vəziyyətdə am is are işlətdik. Bəs tək mübtədalarla, cəm mübtədalarla nəyi işlədək? Mübtəda bildiyimiz kimi isimdir uşaqlar. Tək isimlərlə, cəm isimlərlə nəyi işlədək? Burada dedik ki, am bir dənə A ilə işlənir. I am. Elə. You ilə görürsünüz, bu da cəmdə olanların hamısından are işləndi. Am-i bir dənə A ilə işlədirik. Bu heç şəxsdə, bu getdi. Təkdə olan isimlərlə və he, she, itlə is işlənir. Cəmdə olan mübtədalarla və we, you, z ilə ad işlənir.
Bu arada uşaqlar onu qeyd etmək istəyirəm ki, onlayn hazırlıqlarımız mövcuddur. İngilis dilinin ibtidai siniflər üçün əgər onlayn hazırlıqlara qoşulmaq istəyirsinizsə 099 326 99 93 nömrəsini WhatsApp-dan əlaqə saxlaya bilərsiniz, yaza bilərsiniz. İndi gəlin burada təkdə işlədək, cəmdə işlədək, cəmdə təkdə isimlərlə işlədək. Məsələn, görürsünüz, cat təkdədir. Cat is, necə deyək, cat is sözdür, susuz. Pişik susuzdur da, yəni görürsünüz, cat pişik təkdədir, ona görə is işləndir. Sonra cəmdə işlədək. Cats are, artıq burada pişik sözümüz, cat sözümüz cəmdə olduğuna görə burada are işlətdik. Cats are big. Pişiklər böyükdürlər. Məsələn, belə bir cümləmiz oldu. Pişiklər böyükdürlər. Deməli, pişik susuzdur dedik. Pişik təkdə olduğu üçün ondan iz işlətdik. Cats, pişiklər cəmdə olduğu üçün artıq ar işlətdik. Deməli, isim təkdədirsə iz olacaqdır, cəmdədirsə ar olacaqdır. Şəxslərlə də I ilə əm işlənəcəkdir, he, she, itlə iz işlənəcək. We, you, they ilə isə ar işlənir. İndi uşaqlar, gəlin bunun sual formasını öyrənəyin, sual formasına keçəyin. Birinci bir dənə cümləmizin bir dənəsini yazağın. Məsələn, sən müəllimsən. Cümləmiz budur. Nəqli cümləmizdir. İndi gəlin bunun sual cümləsinə çevirək. To be-nin am izarda indiki zaman formasında sual formasına çevirən zaman to be-miz mübtədadan, şəxsdən qabağa keçəcəkdir. Olur bu zaman are you Are you teacher? Artıq sual oldu. Bu cümləmiz sual cümləsi oldu. Deməli, burada sual verərkən, to be-də sual verərkən indiki zaman formasında are mübtədadan və yaxud da şəxsdən qabağa keçir. Məsələn, yazaq. My mother is a doctor. My mother is a doctor-da sual verərkən biz izi qabağa keçiririk. Is my mother a doctor? Artıq sual cümləmiz bu vəziyyətə gəldi. I am a student. Mən şagirdəm. Bir dəqiqə. Telefon aşağıya düşdü deyə yazmadım. Am I a student? Am I a student? Mən şagirdəm. Sual verir artıq burada. Deməli, to be-də sual verərkən to be formaları, to be-lər mübtədadan və yaxud da şəxsdən əvvələ keçir. Sual forması bu vəziyyətdədir. İndi gəlin görək, inkar vəziyyətində necə olacaq? To be-nin indiki zaman formasında inkar nə formada olur? Gəlin indi ona baxağın. To be-nin inkar formasında da am is arın yanına, to be-nin yanına not inkar hissəciyi artırılır. Məsələn, I am a doctor. Mən həkiməm deməkdir. Elə. Gəlin indi bunun sualını verək. Arda 3 dənə şey öyrənəcəyik də. İndi onları bir cümlədə tamamlayaq. Bu bizim normal cümləmiz oldu mu? Nəqli cümləmiz. İndi bunun sual formasını verək. Am I a doctor? Bu sualımızdır. İndi gəlin inkar eləyək. Mən müəllim deyiləm deyək. Mən müəllim deyiləm artıq bu vəziyyətdə olacaqdır. I am not
edokdə. I am not edokdə. Görürsünüz, to be-nin yanına artıq not inkar hissəciyi əlavə olundu. Gəlin indi başqa birini yazaq. Dog is big yazaq. It böyükdür deyəndə bu vəziyyətdə nəqli cümləmiz oldu. İndi gəlin bunun sualını yazaq. Is dog big? It böyükdür. Sual işarəmiz, sual cümləmizdir çünki. İndi gəlin bunun inkarını yazaq. Dog is not olur artıq inkarda. To be-dən sonra not inkar hissəciyimiz. Dog is not big. İnkarımız bu vəziyyətdə düzəldi. Bir dənə də arla yazaq. Gəlin. You are happy yazaq. Gəlin. Sən xoşbəxtsən. Sən xoşbəxtsən. You are happy. İndi gəlin sualını verək ki, sən xoşbəxtsən. Are sualda gördünüz, to be mübtədadan qabağa keçdi. Şəxsdən qabağa keçdi. Are you happy? Sən xoşbəxtsən. İndi gəlin deyək ki, sən xoşbəxt deyilsən. You are not happy. Artıq bu cümlədə də you are not happy oldu. Sən xoşbəxt deyilsən. Uşaqlar, indi burada bir-iki dənə də qeyd eləmək istəyirəm ki, məsələn, mübtədamız vergül və ya and bağlayıcısı ilə bağlananda bir çox şəxs olur da burada. Ona görə are işlədirik. Xəbərimiz həmişə cəmdə işlənir. Gəlin bunu indi bir dənə nümunə üzərində göstərim. Məsələn, deyək ki, you and I are students. İndi deyə bilərsiniz ki, ay müəllim, bəs dediniz ki, ay ilə əmi işlənir. Uşaqlar, indi burada Azərbaycan dilinə tərcümə eləsək deyək ki, sən və mən şagirdlərik. Sən və məni Azərbaycan dilində birləşdirib bir şəxs eləsək nə olur? Biz şagirdlərik olur da. Bizlə də nə işlənirdi? Are. Görürsünüz, mübtədamız bir və iki şəxsdən ibarətdir. 2 dənə şəxsdən ibarətdir. Ona görə ondan are işlədirik. Həmişə mütləq şəkildə lazımdır ki, xəbərin təkdə və ya cəmdə olmağını, hansını yazmalıyıq? Xəbər təkdə mi yazılmalıdır, cəmdə mi yazılmalıdır? Bunu müəyyən etməli üçün mübtədamıza baxmalıyıq. Görək mübtədamız təkdədirmi, cəmdədirmi? Orada bir şəxs mi var, yoxsa bir neçə dənə şəxs mi var? Am, is, are yazmaq üçün həmişə ona diqqət eləməliyik. İndi bir dənə də bu nümunənin üzərində baxaq. A dog is an animal. Görürsünüz, itimiz təkdədir, ona görə is oldu. A cat is an animal. Görürsünüz, pişiyimiz təkdədir, ona görə is oldu. İndi gəlin bu ikisini birləşdirək. İt və pişik heyvandırları eləyək, görək onda xəbərimiz nətər olacaqdır. Cəmdə olacaq, yoxsa təkdə? Əlbəttə ki, cəmdə olmalıdır. Yazağın gəlin. A dog and a cat are A dog and a cat are animals. Artıq burada niyə are yazdıq? Çünki burada iki dənədir. Varlığımız, mübtədamız 2 dənədir. Bir deyil, cəmdədir. Cəmdə olduğuna görə. Azərbaycan dilinə tərcümə eləsək,
it və pişik heyvandırlar. Bunu şəxs olaraq nə ilə əvəz edə bilirdik? Onlar. Onlar heyvandırlar. Onlarla da nə işlədirdik? Are işlədirik. Gəlin indi bunlara baxaq. Sual verəndə uşaqlar qısa cavabları necə verərik? Gəlin onlara baxaq. Məsələn, deyirmi ki, is he a doctor? Bizə sual verir ki, o həkimdir. Biz buna cavabımızı həm hə verə bilərik, həm də yox verə bilərik. Gəlin hə deyək. Yes, he is. Bəli, no, he is not. Bu da bizim qısa cavablarımızdır. Yes, he is. Bəli, no, he is not. Xeyr deməkdir. Gəlin indi yazaq. Are you students? Are you students? Sual verdikdə indi gəlin cavab verəyin. Yes, I am. Artıq burada deyir siz şagirdsiniz. Ayla olur yəni. Dəqiqə. Buradan təkini verəyin, gəlin. Onu qeyd eləmək istəyirəm ki, yəni sənə sual verəndə mənlə cavab verəcəyik. Ona necə olur? Are you a doctor? İndi deyir ki, sən həkimsən. Artıq burada cavab verəndə buna görə sən deyir. Biz ona necə cavab verməliyik? Mən deyə cavab verməliyik. Yes, I am. Və yaxud da no, I am not. Yəni onu demək istəyirəm ki, qısa cavablarda sənə sual verirsə, biz ona mənlə cavab verməliyik. Bugünlük bu qədər uşaqlar. Əgər videomu bəyəndinizsə abunə olun. Belə videoların davamını istəyirsinizsə abunə olun, şərh yazın, bəyənin ki, videomu qabağa keçsin. Çox uşaqlar bu videolardan yararlana bilsinlər. Hələlik.